Elə insan var ki, bir mənzərəyə baxır, ancaq gözəlliklər görür, pozitiv şeylər görür. Elə insan da var ki, eyni həmin mənzərəyə baxır, ancaq neqativləri görür. Əslində baxdığın odursa, gördüyün özünsən. O sənin aynandır, səni güzgüləyir. Bu bilsə nə deməkdir? İndiyəcə nə öyrənmisənsə içində filtrlər yaratmışsan. O filtrlər əsasında dünyanı görə bilirsən. Görmədiyin rəng haqqında təsəvvür edə bilərsənmi? Xeyr, görməmsən axı. Hətta görmədiyin bir şey görəndə belə məna verə bilmirsən. Çünki onun haqqında keçmişdə heç bir xatirənin, heç bir məlumatın yoxdur. Ona görə də nəyə görürüksə, nəyə öyrəniriksə, müəyyən filtrlər yaradırıq. Həmin filtrlər əsasında da görürük. Öyrəndiklərimiz də keçmişdən, valideynlərimizdən, cəmiyyətdən öyrəndiklərimizdir. Bu barədə gözəl bir əhvalat vardı Musa Peyğəmbər barəsində. Bir heyvan leşi olur. Yanından keçənlər bəziləri burnunu tutur, bəziləri irgəndiyinə ona baxmır. Ancaq Musa Peyğəmbər yanından keçən deyir ki, bəh, nə gözəl ağ sədəf kimi dişləri vardır. Diqqət edirsiniz, görürsünüz ki, eyni şey, hər kəs eyni şeyə baxsa da belə, amma gördükləri eyni deyildir. Dostum, sən də özünə bir bax. Gör ən çox pozitivləri görürsən, yoxsa neqativləri görürsən?